Axıra qədər baxın. Uzun olmasa axıra kimi baxacağam, amma 14 saniyədə axıra kimi baxmağa dəyər. Ay xala. Bu köhnə tema, mikrofon teması. Bir baxaq görüm nə deyir buradan. Ay xala, mikrofon qoy yerə, mikrofon qoy yerə. Necə? Ay qız nə? Bunu da çox super çəkiblər axı. Ay qız nə? Özə necə deyir, mikrofonu qoy yerə. Xala da şokda deyir, mikrofon nədir görəsən? Sərf eləmirəmsə, ölkəmizdə televiziya əfsanələrinin 9-cu hissəsi ilə qarşınızdayım. Həqiqətən efirlərdə tema bitmir. Bu yəni uzun bir seri olacaq. Siz bir dənə videoya like atın, bir dənə kanalımıza abunə olun ki, belə videolar yəni tez-tez kanalımızda olsun. Like atanlar çox sağ olun. Tüfü belə verilişə baxaq görüm tüfü belə verilişi olacaqmı? Ziya və Firdovs edibmiş bunları. Kim? Sən nə Firdovsya? Sən nə danışdın? Belə verilişə. Gəl at üstə bana. Oydu. Firdovsa bax eləyim. Çəkin. Gəlin mən. Gəl olaraq gəl. Sənə heç bir şey eləməm. Gəl mən. Firdovsiyə özlə, Firdovsiyə. Biz reklam fasiləsi. Bu adətdir də veriliş nəsə olan kimi tez reklamlar. Ana məxmirə, baba Oydu, məxmirə. məxmirədir. Bəli. Bu dünya gözəlidir. O məxmirənin şəklini nə qəşəng çəkiblər. Nə deyir? Yoxam. Baxaq görüm biz də yox olacağıq mı? Oha ne diyor? Chat ne diyor ya? Ellerinden öpürüm. Ellerinden öpürüm. Sen veren Allah'a canım kurban bacı. Telefonu yaxın. Məni. Hoş dedim sana. Sen veren Allah'a canım kurban. Xanım məni niyə öpürsən? Başına dönüb üzərim mən. Necə deyir? Ora bax xala, ora, o tərəfə baxma, ora bax. Üzərim mən. Bu boyda adam bura. Ben vəziyyətim çox zor durumdayım. Vəziyyətim zor Siz də durumda. deməli Elə bildim deyir ki, vəziyyətim zordur. öz həyat yoldaşınızla barışmaq üçün. Mən başa düşmürəm ki, həyat yoldaşı ilə barışmaq istəyənlər yəni verilişə niyə gəlirdi? Özlərini həyat yoldaşlarını göstərirlər televizordan. Hardadır? Tanış oldum. Deməli onun arkadaşı, şoför yoldaşı arkadaşı Mardin'den numara verir. Onun numarasını mənə verdi. Mardin'den? Mardin'den. Aa. Ben 3 ay ondan konuştum. Azerbaycan'da evde otura. Sonra dedi ki ben evlenmek isterim. Deməli, Mardinlə Nəysə, bu çox uzun söhbətdir, axıra kimi baxmağa dəyməz. Keçdi o Aynen. axıra qədər baxın. Uzun olmasa axıra kimi baxacağam, amma 14 saniyədə axıra kimi baxmağa dəyər. Ay xala. Bu köhnə tema, mikrofon teması. Bir baxaq görüm nə deyir buradan. Ay xala, mikrofon qoy yerə, mikrofon qoy yerə. necə? Ay qız nə? Bunu da çox super çəkiblər axı. Özə necə deyir, mikrofonu qoy yerə. Xala da şokda deyir, mikrofon nədir görəsən? Bunda da yoxam deyir. Sevər, xoş gəlmisən. Bir dur, mikrofonu da gətir, dur qarşıla. Mikrofonu da gətir. Dur bir qarşıda da. Ağlama. Görmüşəm sən TikTok'dan. Çox sağ ol. Görmüşəm deyirsən TikTokda. Fəxr eləyir də TikTokda gördüyünə görə. Xoşqədər xanım, sizi necə görmüşəmsə. Bu xanımı da. Ağlama. Yavrum. Salam, her birini salamlayıram. Deyir ki o. Sən. Buyur. Xoşqədər hanım, çok teşekkür ederim bizi davet ettiğiniz için. Nə deyir? Səni qalxıb elə vuraram, puç olarsan. Sən can vurma, qorxuram. Səni qalxıb elə vuraram, and olsun, ala puç olarsan. Ağıl ol dedim sana. Mən hansısa qadını səhv salma. Eşdin? Səhv salma mən hansısa qadına. Alçalçı söz demirəm. Sən mənim vicdanımı, şərəfimi alçalda bilməzsən. Ağıl ol, hə? Bu gəllər oturmuşdu burada. Ha bax dedim ki. Agil, şər danışma. Şər danışma. Bəsdir. Ağır şokda deyir ki, mən hardayım görəsən. Niyə yalan danışırsınız? Ayda. Aha Elgizin editinə baxaq. Elgizin super editlərini hazırlayırlar, birini də yükləmiş. Allah rəhmət etsin. Anan gətirir qazanı. Sən anan ölsün. Çox qəşəng editdir axı. Bu editdən sonra YouTube mənim kanalımı bağlamasa yaxşıdır. Nə deyir yoldaş, mən niyə mənə hədiyyə almırsan deyəndə elədiyi hərəkətlər oydu. Kül sənin başı. Buna yaraşır qız elə bu ilə. Mən nəyimə lazımsan? Mən nəyimə buna bax. Əcəb eləyirəm. Gönlə Sənə şükürlər. sabah bir dəst corab alacaq. Qış şalvarında Yazılmışaq, gəzirəm. həqiqətən, baxın, amma deyirik Qış şalvarında gəzirəm. Ya, Sənin bir- bəbəyindən gəlsin o hər şey alıb yedinsinirdir. Aysel kimdir Murad? Mənəm. Sənsən?
Burada nəsə anlaşmamazlıq olub. Aysə sözünü eşitməyib qarşına. Kimdir Muradı eşidib bir dənə. O da cavab verib ki, mənə. Alın sizə təzə tema. Seviyorum, seviyorum. Bu lap YouTube-da da var. Yəni hər yerdə var. Sosial şəbəkələrdə patlayır televiziya əfsanələri ilə. Murad hara gedir? Mərfətin olsun, danışığın olsun. Murad peşman oldu ya verilişə gəldiyinə görə. Efirdə biabırçılıq. Burada bir dənə deyək ki, adam görmürəm deyə, yəni salon hamısı uşaqlar, biabırçı efirlərimiz. Hamısı köhnə videolar deyir. Axıra kimi baxmıram, kanalım bağlanır. Bu nədir? Komment xana. Ayda bu mahnı tezdən düşdü beynimə. 1 manatlıq konfet almayıb oydu. O boyda tozdan gələ bilirsən. Övlada 1 manat konfet ala bilmirsən. O boxda tovuzdan gəlib övladına 1 manatlıq konfet ala bilmir. Necə? 1 manatlıq konfet var görəsən həqiqətən. Mütləq bura studiyaya konfetlə gəlməli idi. 1 dəqiqə. Deyil, xoş gedəm xanım. O övladların ürəyini açmalıdır. Bəlkə nə bilirsən almayıbdı, bəlkə alıb. Bəlkə alıb 1 manatlıq da bəlkə alıb cibindədir. Yəni dilində 1 manatlıq deyirsən. Niyazi mikrofonu ürəklə götür deyəsən. Baxa görüm Niyazi nə deyir. Sizə salam əleykum. Təşəkkür edirəm sizlərə. Mən gəlmişəm yoldaşımla, uşaqlarımla park getməyə. Çünki mən yoldaşımı uşaqlarımdan artıq tuturam. Çünki o yetimdir. Uşaqlarımın atası anası var. Onun heç kimi yoxdur. Niyaz, uşaqlar vaxtınızda haçan görübsən? Baxmağa dəyməz heç. Onlar ingilis dilində bilirsən? Maha balalı ingilis dilində bilir görəsən? O, bilirsən demək. Məsələn, ingilis dilində meyxana deyə bilərsən falan. Now I will go myself to the meykhana where there is a very heavy atmosphere for you. İngiliscə meyxana çox super alınıb da. Acan, hə? Siz verişinizdən istifadə edib, gözəl sizə baxan hər kəs sizi çox istəyirəm. Cəsur balamızı da 14 yaş münasibətilə təbrik Rəsul kimdir? Cəsur bizim çox yaxın, sizi sevən bir fanatınızdır, baxır sizə. Bir el gizəmini çox istəyirəm. Mən dedim gedəcəm, səni təbrik edəcəm, həm də səni salamlayacağam. Təbrik eləyirəm, çox sağ Təbrik olsun. eləyirik. Var olsun, xeyirli görəsiniz. Ad gün olanı Elgiz ilkində danışır bir görəsən. Evdəkilər mənə 2 gün pul verməndə çıxardığım rəzalət. Yox, mənə kömək eləyin, mən dolana bilmirəm. Harada kömək eləyim sənə? Maaşımı sənə verim mən. Yox, Nə kömək eləyim sənə? kasıb qadınam mən, kimsəsə Nə kömək eləyim? Adam ol mən. Hər pula ehtiyacı olan verilişə niyə gəlməlidir? Aparıcı neyniyə bilər bu pulu olmayan şəxs üçün? Mənim həkim Sizə ağırmağı lazımdır. sualım var. Mənim heç vaxt dişim ağrımayıb da, mənə maraqlıdır ki, bu nə ilə əlaqədar ola bilər? Ayda. Dişini seçsən indi ağrıyır mı, yoxsa ağrımır deyə soruşur. Heç vaxt ağrımayıb, yadıma gəlir. Dişinin ağrımamağı onu narahat eləyir. Yəni heç bu tip adam görməmişəm. Sizə ağrımaq lazımdır. Probleminiz Yox, olur. sadəcə olaraq mənə maraqlıdır ki, bilmək istəyirəm də. Hə. Valla maraqlı olan odur ki, siz çox sağlamsınız və dişlərinizdə problem yoxdur, ağrımayıb. Yəni bu burada qeyri-adi nə ola bilər? Aha, istədim onu həkimimizdən eşitdim. Yox, biz adətən öyrəşmişik. Ağrıdanda niyə ağrıdır, amma niyə ağrımır? Çox gülməli vəziyyətdir həqiqətən. 20 manat ingilis dili kursuna gedərəm. Şotland İngiltərə language. Tamamilə different. You are from where? England and Scotland. Where? You know that it's different this language, Scotland's place and England, yeah? Bu 20 manatlıq kurs deyir, bu biraz ucuzdur. Allah ya! Öyle mi olmuş kanka? Öyle mi olmuş? Ölkədə tema bitmir də, dağılar dünya. Sonra sənin ayağının altını öpüyüm nədir? Benim için o da bir ana. Bağladın ya. Sənə lazım idi. Mən görünüm. Heç nə başa düşmədim. Gitaristin həyata baxışı dəyişdi. Baxa görüm həyata baxışı necə dəyişdi.
Oxuyan yəni promu özündən getdi, o biri dünyanı görüb gəldiyə bəri. 12 yaşından cibə girirəm. İndi 50 yaşım var. Arada tutulmuşam 7 il, 5 il fasilə olub. 12 yaşından cibə gedibsə, bu işə tərgidə bilən deyil, ölənə kimi. Peşəkarıdır deyəsən. Xaricilər də elə bilir ki, adam yazıqdır. تفاعل على مواقع التواصل الاجتماعي. Bu gülür yoxsa ağlayır? Nə deyir? Gördüyü hər şey yadında qalır. Rayon sakinlərinin telefon və avtomobil nömrələrini əzbər bilir. O gedib əzbərliyim, mən də əzbər bilərəm. Bu şəxs gözü ilə gördüyünü unutmur, yaddaşını həkk edir. Xüsusilə də rəqəmləri. 15.279. Tamam. Oy, Azərbaycan alimi. Dostlarım, bir videonun da sonuna gəldik. Bilirəm, temalı bir video oldu. Video əgər xoşunuza gəldisə like atın və belə videoların tez-tez gəlməsi üçün kanalımıza abunə olun. Hədəfimiz 3000 abunəçidir. Sağ olun, sevilirsiniz.